Salam əziz şagirdlər. Bugün sizlərlə 6-cı sinif namaz və qiymətləndirmə testindən bucaq çevrə simmetriya bölməsinin test izahlarına baxacağıq. A variantından başlayaq. Birinci sualda deyilir ki, iki qarşılıqlı bucağın cəmi 126 dərəcədir. Bu bucaqlardan birinə qonşu olan bucağın dərəcə ölçüsünü tapın. Biz bilirik ki, qarşılıqlı bucaqların dərəcə ölçüləri bərabər olur. Yəni, əgər bir bucaq alfa olarsa, ona qarşılıqlı olan digər bucaq da alfa olar. Və bunların cəmi 126 dərəcədir. Buna görə yazırıq ki, alfa bərabərdir 126-ya. Bu tənliyi həll edib alfanın qiymətini tapırıq. 2 alfa bərabərdir 126-ya. Alfa da bərabərdir 126 böl 2, yəni 63 dərəcəyə. Alfanın dərəcə ölçüsünü tapdıq. Beləliklə, daha sonra bizə lazım olan alfaya qonşu olan digər bucağın dərəcə ölçüsünü tapmaqdır. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olur. Alfaya qonşu olan digər bucağı beta ilə işarə etsək, bu zaman alfa ilə betanın cəmi 180 dərəcəyə bərabər olar. Alfanın qiymətini də tapmışıq, yerinə qoyaq. 63 üstəgəl beta bərabərdir 180 dərəcəyə. Buradan da betanı tapırıq. Betanı tapmaq üçün də 180-dan 63-ü çıxırıq. Beta da bərabər olur 117 dərəcəyə. Cavab C variantı. Keçək ikinci sualımıza. İkinci sualda deyilir ki, qonşu bucaqlardan biri o birindən 42 dərəcə böyükdür. Kiçik bucağın dərəcə ölçüsünü tapaq. Dediyim kimi, qonşu bucaqların cəmi 180 dərəcə olur. Gəlin bir qonşu bucaq çəkək. Bu açıq bucaq. Bu da qonşu bucaqlar. Kiçiyini bilmirik qonşu bucaqları. Bir dənə bildiyimiz odur ki, biri digərindən 42 dərəcə böyükdür. Bu bucaqlardan kiçiyini x ilə işarə edək, digəri də böyüyü də, yəni bundan 42 dərəcə böyükdür. Digəri də olar x üstəgəl 42. Və bizə deyir ki, kiçik bucağı tapın. Biz bilirik ki, bu bucaqların cəmi 180 dərəcədir. Bu bucaqları cəmləyib 180-də bərabər edək və beləliklə tənlik almış olarıq. X üstəgəl 42 böyük bucaqdır, kiçiyi də x. Cəmlədik, bərabər elədik 180 dərəcəyə. Və belə bir tənlik aldıq. İndi tənliyi həll edək. 2x üstəgəl 42 bərabərdir 180. Buradan da alırıq ki, 2x bərabərdir 180 çıxılsın 42. 2x bərabərdir 180-dan 42-ni çıxırıq. Edir 138. X də bərabər olur 69-a. Və beləliklə tapdıq ki, kiçik bucağın dərəcə ölçüsü 69-dur. Bizdən də kiçik bucağın dərəcə ölçüsünü tapırdı, soruşurdu. Daha doğrusu, cavab da oldu B variantı. Əgər böyük bucaq soruşsaydı, x-in qiymətini böyük bucaqda yerinə qoyardınız. Yəni, x plus 42, 69 üstəgəl 42. Belə. Keçək növbəti suala. Növbəti sualda bizə şəkil verib, şəkil üzərində bucaqlar qeyd edib. Şəkil üzərində göstərilən bucaqlar qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar. Biz də bilirik ki, qarşılıqlı bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olur. Yəni, 3x üstə gəlinsin 56 bərabər olmalıdır 4x çıx 12-dən. Belə bir tənlik qururuq və tənliyi həll edirik. Tənliyi həll etməyin qaydasını da bilirsiniz. Tənliyi həll edən zaman dəyişənlər bərabərliyin bir tərəfinə, ədədlər isə bərabərliyin digər tərəfinə yığılır və eyni zamanda bunu da qeyd etdim ki, əgər bir tərəfdən digər tərəfə keçirsə dəyişən və yaxud da ədəd, bu zaman öz işarəsini əksinə olaraq dəyişir. 3x olduğu kimi qalır, çünki bərabərliyin sol tərəfindədir, solda da qalıb. Amma biz 4x-i bərabərliyin sağ tərəfindən sol tərəfinə keçirsək, işarəsini əksinə olaraq dəyişir. Yəni, olar çıx 4x. Mənfi 12 bu tərəfdədir. 56 sağ tərəfə keçsə, işarəsini dəyişib, olar çıx 56. Bərabəri qoyuruq. 3x çıx 4x. Bu da mənfi x-ə bərabərdir. Mənfi 12 çıx 56 mənfi 68-ə bərabərdir. Buradan da x-in dərəcə ölçüsünü tapırıq 68. Yəni, mənfi 68-i mənfi 1-ə bölüb x-i tapırıq. Dördüncü suala baxırıq. Dördüncü sualda MK bərabərdir 3,6, KM bərabərdir 8,4, YK bərabərdir 3,2 cm olarsa, FK parçasının uzunluğunu soruşur.
Şəkildə gördüyümüz kimi iki vətər kəsişir. Kəsişən iki vətərin xassəsinə əsasən deyə bilərik ki, MK vurulsun KN bərabərdir KY vurulsun KF-ə. Dediyimi qeyd edirəm. MK vurulsun KN bərabər olur YK vurulsun KF. Və bu məsafələri verib bizə yerinə qoyuruq. MK məsafəsini bizə verib 3,6 cm yerinə qoyuruq. 3,6 vurulsun KN 8,4. YK məsafəsini verib 3,2 və bizdən KF məsafəsini soruşur. KF-i də bir x ilə işarə edirəm. 3,6-nı vururam 8,4-ə edir 30,24. Bərabərdir 3,2x. Buradan x-i tapmaq üçün 30,24-ü bölürük 3,2-yə. 3,2-yə. Böləndə alınır x bərabərdir 9,45. Yəni KF bərabərdir 9,45. Cavab C variantı. Daha sonra keçək 5-ci suala. 5-ci sualda AB məsafəsi verib bizə 22. Gördüyünüz kimi AB diametrdir. Çevrənin diametri 22 cm-dir. CD məsafəsini verib bizə 6,2 cm və OD məsafəsini soruşur. OD parçasının uzunluğunu soruşur. Biz nə edək? İlk öncə çevrənin diametri bizə verilib 22 cm. D bərabərdir 22. Və buradan çevrənin radiusunu tapırıq. Radius bərabərdir 11 cm olur. Niyə? Çünki diametr bilirik ki, D bərabərdir 2R. Diametr radiusların cəminə bərabərdir. D bərabərdir 2R. Diametr 22-dirsə, radius 22 böl 2, yəni 11 cm olar. Və bu çevrədə AO, OB və OC radiuslardır. Hər üçü verilmiş çevrənin radiusudur. Və beləliklə alırıq ki, hər üçünün uzunluğu 11 cm-dir. Daha sonra bizə DC məsafəsini də verib. DC məsafəsini 6,2 cm verib. Bizdən OD məsafəsini soruşur. Biz OD məsafəsini tapmaq üçün OD bərabər olur OC üstə gəl CD. OC-ni də tapdıq. Gördüyünüz kimi CD məsafəsini də bizə hazır şəkildə verib. 6,2 yerinə qoyulub. OC oldu 11 cm. CD də oldu 6,2 cm. 11 üstə gəl 6,2 bu da elədi 17,2 cm, yəni A variantı. 5-də A variantı. 6-cı suala keçək. 6-cı sualda deyilir ki, diametrləri 22 və 36 cm olan iki çevrə xaricdən bir-birinə toxunur. Çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. İki çevrə bir-birinə xaricdən toxunur. İlk öncə şəkillər çəkək. Bu birinci çevrə. Bu da ona xaricdən toxunan ikinci çevrə. Şəkil çox da yaxşı alınmadığına görə bir də çəkirəm. Buna xaricdən toxunan ikinci çevrə. Və bu çevrələrin diametrləri biri 22 cm-dir, digəri də 36 cm-dir. Biz bilirik ki, hələlik bir çevrəni götürək, onun üzərində işləyək. Böyük çevrənin, tutaq ki, çəkdiyim bu böyük çevrənin radiusu, diametri daha doğrusu 36 cm-dir. Diametri 36 cm olarsa, radiusu neçə olar? 36 böl 2. Çünki diametr 2 vur R-ə bərabərdir. 36-nı bölürük 2 edir 18. Diametr 2-dirsə, radius 18 cm-dir. Bu çevrənin radiusunu çəkək. Bu çevrənin radiusu 18 cm-dir. Gəlin digər çevrənin radiusunu tapaq. İkinci çevrənin radiusu isə 11 cm olar. Diametri 22 cm-dirsə, radiusu tapmaq üçün diametri 2-yə bölürük. 22-ni bölürük 2-yə, eləyir 11. Bu çevrənin də radiusunu çəkək. Edir 11 cm. Üzərində qeyd edək 11. Və bizə nəyi soruşur? Bu çevrələrin mərkəzləri arasındakı məsafə. Çevrələrin mərkəzlərini görürsünüz. Xaricdən kəsişən iki çevrənin mərkəzləri arasındakı məsafə bunların radiuslarının cəminə bərabər olur. Yəni R1 üstəgəl R2-yə bərabər olur. Bunların da radiusları
tapdıq 18 və 11. 18-in üstünə 11 gəlirik, eləyir 29. Deməli, iki xaricdən kəsişən bu iki çevrənin radiusları arasındakı, mərkəzləri arasındakı məsafə 29 sm edir. Cavab D variantı. Daha sonra keçək 7-ci sualı. 7-ci sualda gördüyünüz kimi bizdən x-in qiymətini soruşur. Şəkildə bizə verib mərkəzi bucaq, yəni şəkildəki mərkəzi bucaq hansıdır ona baxaq. Bucaq A, O, B. Bu mərkəzi bucaqdır. Çünki mərkəzi bucaq nəyə deyilir? Təpəsi çevrənin mərkəzində olan bucağa mərkəzi bucaq deyilir. Bu bucağın da təpəsi çevrənin mərkəzində olduğuna görə bu bucaq mərkəzi bucaqdır. AB bucağını bizə verib 3x üstə gəl 12. Daha sonra bu mərkəzi bucağın söykəndiyi qövsün dərəcəsində bizə verib ki, 144 dərəcə. Siz də bilirsiniz ki, mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Yəni 3x üstə gəl 12 144-ə bərabərdir. Tənliyi quraq, 3x üstə gəl 12 bərabərdir 144-ə. Tənlikdən x-i tapaq. 3x bərabərdir 144 çıx 12. 3x bərabərdir, tapırıq 132-yə, x-i də tapırıq 132 bölünsün 3, bu deyilir 44. Deməli, x-in qiymətini tapdıq 44 dərəcə. Cavab D variantı. 8 nömrəli tapşırığa baxaq. Deyir ki, hansı dördbucaqlının 4 simmetriya oxu var? Variantlarda verilən hər bir dördbucaqlının şəklini çəkirəm. A variantı dizbucaqlı. B variantında verib romb. Rombu çəkək. C variantında kvadrat. Kvadrat bir də çəkim. D variantında da parallelogram. Bu da parallelogram. Və hər bir fiqurun da simmetriya oxlarını çəkirəm. Birinci düzbucaqlıya baxırıq. Düzbucaqlının bir simmetriya oxu bu oxdur. Simmetriya oxu deyəndə o nəzərdə tutulur ki, yəni biz bu düzbucaqlını simmetriya oxu boyunca bunu qatlasam, bunun bütün nöqtələri üst-üstə düşər. Yəni hər bir nöqtəsi ona simmetrik olan, yəni bu oxa nəzərən simmetrik olan nöqtə ilə üst-üstə düşər. Ona görə bu oxa simmetriya oxu deyilir. Və bu düzbucaqlının bir simmetriya oxu bu oxdur, digər simmetriya oxu da bu oxdur. Yəni, 2 simmetriya oxu var. İndi romba baxaq. Rombun 1 və 2 simmetriya oxu var. Keçək D variantına. Parallelogram. Parallelogramın simmetriya oxu yoxdur. Heç bir simmetriya oxu yoxdur. Belə çəksək, əgər çəksək, bunları qatlasaq üst-üstə düşməz. Amma ki, kvadrata baxaq. İndi kvadratın isə 4 simmetriya oxu var. Bir simmetriya oxu bu. İkincisi bu. Üçüncüsü də kvadratın diagonalları. Onlar da kvadratın simmetriya oxlarıdır. Deməli, 4 simmetriya oxu olan dördbucaqlı oldu kvadrat. Cavab C variantı. 9 nömrəli tapşırığa baxaq. Uzunluğu 12,6 cm olan çevrənin radiusunu soruşur. Çevrənin uzunluğunu düsturunu yazıq. C bərabərdir pi d və C bərabərdir 2 pi r. Düsturları. Birinci düsturda D-nin yerinə bilirik ki, çevrənin diametri 2 radiusa bərabərdir. Yəni D bərabərdir 2R. Əgər biz D-nin yerinə 2R yazsaq, ikinci düsturu almış olarıq. Yəni C bərabərdir 2 pi R düsturunu. Sualda bizə deyib ki, uzunluq 12,6 pi santimetrə bərabərdir. C-nin yerinə yazaq 12,6 pi. Bu da bərabərdir 2 pi R-ə. Buradan çevrənin radiusunu taparıq. R nəyə bərabərdir? R bərabərdir 12,6 pi bölünsün 2 pi-yə. Buradan pilər ixtisar gedəcək. 12,6-nı da bölərik 2-yə. Çünki bilirsiniz ki, kəsrətli bölmə əməlidir. Böləndə alırıq ki, 6,3. Deməli, çevrənin radiusu oldu 6,3 santimetr. Keçək 10-cu sualı. 10-cu sualda deyilir ki, çevrələrin radiusları verilib, deməli müxtəlif çevrələrdir. Birinin radiusu 3,5, biri 6, biri də 9-dur. Və biz uyğunluğu müəyyən etməliyik. Yəni, 1-ə hansı variant gedəcək, 2-yə hansı variant, 3-ə hansı variant gedər. Onu müəyyən etməliyik. Gəlin müəyyən edək. Deməli,
Əgər birə baxaq. Çevrənin radiusu 3,5 olarsa, variantlara uyğun variantlarda bəzilərində uzunluq, bəzilərində diametr verib. Ona görə gəlin həm uzunluğu, həm diametri tapaq. Radiusu 3,5 olan çevrənin diametri neçə olar? D bərabərdir 2R. Bu düsturu bilirik. Və D bərabərdir, radiusun qiymətini yerinə qoyuruq. 2 vur 3,5. Buradan da alırıq ki, diametr 7 olur. Belə bir cavab da yoxdur. Gəlin, indi bu çevrənin uzunluğunu taparıq. C bərabərdir 2πr. Gəlin, radiusu yerinə qoyaq. Bərabərdir 2 vurulsun pi vurulsun 3,5. Bu da eləyir 7,5 pi. Yəni, Y variantı. Birinci bəndə gedir Y variantı. Keçək 2. 2-də deyir ki, radiusu 6 olan çevrə. Bu çevrə üçün birinci diametri tapaq. Radiusu 6-dırsa, diametr bərabərdir 2R olur. Yəni, 2 vur 6, bu da bərabərdir 12. Diametr 12-yə bərabərdir. Cavab B variantı. 2-yə B variantı uyğun gedir. Daha sonra radiusu 6 olan çevrənin həmçində uzunluğunu tapaq. Radius bərabərdir 6-dırsa, uzunluğun da sıfırı dediyim kimi 2πr'dir. Yerinə qoyuruq. 2 vur pi vur 6, bu da eləyir 12 pi. 12 pi hansı variantda var? C variantında. 2'ye getdi C variantı. Daha sonra keçək 3'ə. 3'də deyir ki, R bərabər 9. R 9 olanda çevrənin diametri radius 9'dursa radius. Həmin çevrənin diametri 2R, yəni 2 vur 9 bərabərdir 18 olur. 18. Çevrənin diametri 18'ə bərabərdir. 3'ə getdi D variantı. Və radiusu 9 olan çevrənin uzunluğunu tapaq. C bərabərdir 2 pi R düsturu ilə hesablanır. Bu da bərabərdir 2 vur pi vur R'in qiymətini yerinə qoyaq 9. Yəni 18 pi. A variantı çevrənin uzunluğu 18 pi'yə bərabərdir. 3'ə də getdi A variantı. Deməli birinci suala gedir Y variantı, ikinci suala B və C variantı,